Salam əziz izləyicilər. Mənim bir videom var. Necə ölçülür termodatçikin müqaviməti, onun işləv olub-olmamasını yoxlamaq üçün. İndi burada göstərirəm harda yerləşir o. Bax, bu borudur. Mis borudur. Bu borunun üstünə sancaqla yeydirilir. 2 dənədir. Bax, biri qızdırıcı şəbəkə üçündür. Atapleniyalar üçün də belə deyək. Digəri isə o mətbəxə, hamama gedən xətt üçündür. Bunlardan başqa bir termostat da var. Bunlar termodatçik yaxud termosensor adlanır. Bir termostat da var. Bu termostat həmişə yuxarıda olur. Bu su qızdırıcılarında da olur, o pneumatika dediyimiz. Bax, fikir verin, o sancaqla yeydirilib. Əlimlə də göstərim, bax budur, bax. Budur, bax, bu silindrik formalı sancaqla sıxılıb borunun üstünə. Bu termostat təhlükəsizlik məqsədi ilə qoyulubdur. Yəni, əgər o termodatçik vaxtında söndürmürsə, kombini daha çox qızırsa kombi və problem yaradırsa, temperatur 95 dərəcəyə çatanda bax bu termostatın kontaktları aralanır, dövrə qırılır və kombi işini dayandırır, qaz da kəsilir. O bərk qızmanın əlamətlərini də göstərim. Bax, məsələn, burada görürsünüz, rəngi qaralıbdır krışqanın. Bu düzgün istifadə olunmayıb, temperatur həddindən artıq yüksəldiyi üçün bax o elə bir iz qoyubdur. Bu yol verilməzdir. Bəzi ustalar bəzən görürsünüz bu termostatı birbaşa qoşurlar və çox geniş yayılıbdır bu ənənə, çox rastıma çıxır mənim ki, əşi bunu bir-birinə birləşdir işləyəcək problem deyil. Amma böyük problemdir, yanğına da səbəb ola bilər. Ən azından otağı yandırmasa da kombinin özünü yandıra bilər, kraskası alışa bilər. Çox təhlükəlidir. O mütləq işləv olmalıdır. Onun yoxlaması da sadədir. Normal halda o 0 ohm göstərir müqaviməti, normal halda. Amma temperaturu yüksəldikdən sonra sonsuzluq göstərməlidir. Yəni, keçiricilik olmamalıdır. O mexaniki kontaktdır onun içində. Bir metaldan hazırlanıb, qızanda əyilir və kontaktları aralayır bir-birindən. Bu əlaməti siz görürsünüzsə, o termodatçiklərin işini yoxlamalısınız. Həddən artıq çox qızır. Məsələn, rast gəlir mənə, ekrana 99 dərəcə çıxır temperatur. Düzdür, işləyir həm də. Nədənsə xəta kodu da çıxmır. İşləyir, sönür 99 dərəcə çatanda. İnsan da baxır ki, radiatorları istidir, işləyir, neynəsin. Dünən şahid olmuşam bunun. Bu düzgün işləmək deyil. O termosensorun özünün xarablığından baş verən bir şeydir. Çünki əvvəl-axır tez-tez açılıb bağlandığına görə bu termostat da xarab olacaq. Mexaniki qurğudur o, hərəkət edir onun kontaktları, yana da bilir və yaxud başqa cür kontakt vermir. Bax, bu əlaməti müşahidə eləsəz, bu cür nasazlığı kombilərdə, onda problemi axtarırsınız bax, bu termodatçiklərdə. Termodatçiklər 2 cür olur. Bir, təmasla, xarici tərəfdən təmasla, bir də mayenin içinə daxil olanlar da ola bilir. Müxtəlif kombilərdə o cürünə də rast gəlmək olur. Burada ancaq sadədir, üzdən birləşir. Amma eləsi var ki, bağlanır boruya və birbaş su ilə təmasda olur. Onların da yoxlanması var.
yoxlama qaydasını öyrənə bilərsiniz. Mən bu gün deməyəcəm onu, paxılam. Və bu müəyyən temperatura çatanda tutaq ki, 60 dərəcə qoyubsunuz da. Bu ne cür işləyir? 60 dərəcəyə çatandan sonra pasif qızdırma rejiminə keçir. Pasif qızdırma rejimində daha 5 dərəcədə temperatur qalxır, 65 dərəcə. 65-ə çatanda kombi sönməlidir. Sönməyəndə daha da davam eləyir. 99-a çatanda 95-ə olmalıdır. Əslində onun üstündə standart olaraq zavodda 85-də aralanan ya 95-də aralanan o cür termostatlar olur. Termostat. 95'e çatanda bu kombi bunun hesabına, yani termostatın hesabına sönür, başlayır soyumağa. Ama 99'a necə çatdığını bilmirəm, nə problem idi. 99'a ya düz göstərməyə də bilər də, bəzən temperatur ölçən cihazın xətası da ola bilər. Zavodun da xətası ola bilər ki, 95'də ayırmalı idi, ayırmayıb 99'da ayırır. Belə bir şey. Bununla qarşılaşanda deməli yoxlayırsınız. Xarabdırsa, hansı xarabdır onu dəyişdirirsiniz. Belə bir sizə tövsiyəm, məsləhətim. Unutduğum bəzi məlumatları mən kommentdə yazıram aşağıda. Mənim videolarıma baxanda mütləq ona da göz gəzdirin ki, görün orada səhv elədiyim ya yaddan çıxan mətləblər olur. Ona aydınlıq gətirirəm. Abunə olun. İndi qış mövsümüdür. Bu kombilərdə tez xarab ola bilən bir şeydir. Qulluq tələb eləyir. Bizdə qulluq göstərmirik. Mövsüm başı usta çağırıb onu sazlamaq lazımdır hər mövsümdə. Bunu eləmirik xəsislikdən ya tənbəllikdən. Amma bu lazımdır. Orada ki, heç olmasa abunə olun. Nə baş verdiyini vaxtında aşkarlaya biləsiniz, usta çağırasınız. Bax, bu məqsədlə mən bu videonu yayıram. Sağ olun, salamat qalın, Allah amanında.